Yaxşı. Topluğun 2019 birinci hissə. Deməli, mövzu nədir uşaqlar? Kvadrat bərabərsizlər sistemi, irrasional bərabərsizliklər. Həmişə kimi tək olanları mən yazıram. 3 saydakiləri siz yazacaqsınız. 3x çıxaq 5 kök altında titir 2 bərabərsinin ən kiçik tam həllidir. Yadınızdadırsa bu sistemlə həll edilir. 3x çıxaq 5 böyük bərabər 0. Sakit. Sonra isə kvadrata yüksəlmirik. 3x çıxaq 5 kiçikdir 4. Və bu sistemi həll eləmək lazım. 3x böyük bərabərdir 5. Burada 3x kiçikdir 9. Buradan alınır x böyük bərabərdir 1 tam 3 x kiçikdir 3. Deməli nə olur? 1 tam 3 3 yarım intervalı nə soruşur? Ən kiçik tam həlli. Ən kiçik tam həlli neçədir? Niyə? 2. D variantı. Keçirik üçüncüyə. Üçüncü belə düşarlar. Kök altında x çıxaq 5, x kvadrat üstə gələk 4, kiçik 0 bərabərsini həll edir. Bu mötərizə gördüyünüz kimi həmişə müsbət qiymətlər var. Deməli, bunu həll etməliyik. Kök altında x çıxaq 5, kiçik 0 bərabərsini həll olunmalı. Bu isə kök altında x kiçikdir 5. Və bu aşağıki sistemə gəlir. X böyük bərabərdir 0, x kiçikdir kvadrata yüksəldəndə 25-dir. Deməli, 0, 25 yarım intervalı. Üçüncüdə 0, 25 var mı? A var. Keçirik 5-ciyə. 5-ci xatirinizdədir mi bu tipdə dediyim kitabda? 2 yerə bölünəcək. 6 çıxaq 2x. Burada birinci variant budur ki, ola bilsin 6 çıxaq 2x kiçik 0. Kiçik 0 olanda sadəcə bunun mənası olmağa bəhs edir. 2 üstə gələ x böyük bərabər 0. Birincisi budur. Yox, əgər 6 çıxaq 2x böyük bərabər 0-dırsa, onda kvadrata yüksəldirəm. Hər iki tərəfi. 2 üstə gələ x böyük bərabərdir. Kvadrata yüksəldəndə 6 çıxaq 2x-in kvadratı. Bax, bu ikisini həll edib, uşaqlar, alınan həlləri birləşdirməliyik. Deməli, birincidə 2x böyük 6, burada da x böyük bərabərdir. 2x böyük 6, x böyük bərabərdir mənfi 2. Birincidən alır x böyükdür 3-dür. X böyük 3 və x böyük bərabər mənfi 2. İkisinin kəsişməsi 3 müsbət sonsuzluğu verir. Bunu yadda saxlayın. Keçirik bura. X kiçik bərabərdir 3-dür. Bunu kvadrata yüksəldəndə 2 üstə gələ x böyük bərabərdir. 4x kvadrat çıxaq 24x üstə gələ 36. Bu da 4x kvadratı. Bunu yaddan çıxartmayaq. Keçirdən də çıxaq 25x üstə gələk 34 bərabərdir 0. Bunu həll eləmək lazım. Diskirdən 625 çıxaq. Gəlin 16-nı bura 34-ə da. 16 bura 34. Görək nə olur. 134-ü. Bunun 16. Bizə dəqiqə sakit olduğunuzda buran böyüksünüz, böyürsünüz. 4. 2 yadda 18, 200. Birdə də ki 4, 30. 544 milir. Görək 625-dən çıxanda 544, 81. Düzdür. 81 eləyəndə kökləri x bərabərdir 25 plus minus 9 bölək 8. X1 bərabərdir. 9 çıxanda 16 2 elədi. X2 bərabərdir. Üstə gələndə 34 bölək 8 olur 4, 17-də 4, 17. Yəni 4 tam 4-də 1 də bu elə. İndi nə deyir bizə? Deyir ki, bu kiçik bərabər olmalıdır da. Kiçik bərabər 0. Deməli, 2, bir də 4 tam %25. Kiçik bərabər bu ikisinin arası. Birincisi, x kiçik bərabər 3-dür. İkincininki isə 2, 4 tam %25-dir. Bax, bunları kəsişdirmək lazımdır. O da 2, 3 alınır. İndi 2, 3, bir də 3 müsbət sonsuzluq. Bu ikisini bir-biri ilə birləşdirəndə alınır ki, 2 müsbət sonsuzluq. Nə istəyirdi bizdən? D variantı. Görürsünüz, nə qədər yorucu və diqqət tələb edən bir suallar var. Hamısını nəzərə almaq lazım.
Keçirik ondan sonra neçəncidə indi? 7-ci. 7-də uşaqlar, nə deyirsiniz fikriniz? Söyləyək. Ha? Hansı halda bu doğru? Bəli, mənası olan istənilən qiymətdə. X üstə gələk 2 böyük bərabər 0 olmağı kifayətində. X böyük bərabər mənfi 2-dir. Mənfi 2 müsbət sonsuzdur. Var mı elə bir cavab? C. Keçirik 9-a. 9-da nədir? Dokuz belə. X üstə gələk 7. Kök altında x kvadrat çıxaq 16. Böyük 0 bərabərsizliyini həll edir. Deməli, birincisi, bunun mənası olması üçün x kvadrat çıxaq 16 böyük və ya bərabər. Bərabər olası deyil, çünki bu 0-a bərabər yox, böyük 0 deyək. Burada ki, bu müsbət olmalıdır. X üstə gələk 7 böyük 0 olmalıdır. Onda nə olur? Deməli, x üstə gələk 4, x çıxaq 4 böyük 0. Burada da x böyük mənfi 7. Bu ikisinin arası, deməli, mənfi 4, 4-dür köylər. Burada da ki, mənfi 7, müsbət sonsuzluq mənfi 7-ni alır. Kənarlar. Deməli, birinci bərabərsinin həlli mənfi sonsuzluq. Mənfi 4 birləşmə 4 müsbət sonsuzluq. İkincinin həlli isə mənfi 7 müsbət sonsuzluq. İndi bunları kəsişdirmək lazımdır. Bax, bu mənfi 7. Bu mənfi 4. Burada 4. Birincisi mənfi sonsuzluq. Mənfi 4. 4 müsbət sonsuzluqdur. İkincisi isə mənfi 7 müsbət sonsuzluqdur. Har oldu bunun? Mənfi 7, mənfi 4 birləşmə 4 müsbət sonsuzluq. A. A var ya. 11'e baxaq uşaqlar. 11 görək nətərdir. Bu həm modulu kimi eləmək olar. Kök altında x çıxaq 1'in kvadratı böyük 1 bərabərsini həll edir. İstəsək kvadrata yüksəldə bilərik, modul kimi eləyə bilərik. Məsələn, gəl modul kimi eləyək. X çıxaq 1'in modulu böyük 1'dir. Bu da x çıxaq 1 böyük 1. X çıxaq 1 kiçik mənfi 1 heyətlə həll olunur. Böyle olur. X böyük 2'dir, x kiçikdir 0'dır. Onda heyətlə həll olanda belə olur. Mənfi sonsuzluq 0, birləşmə 2, müsbət sonsuzluq. A. A var ya. 13'e baxaq. Görək 13'də nədir? 13. Deyir ki, 3x üstə gələk kök altında 3x kiçik bərabərdir 0 bərabərsizliyini həll edin. Həll edin. Bunu nətər eləyək ki, Allaha xoş gəlsin, tutaq ki, kök altı. Birincisi x böyük bərabər 0 olmalı. Bunu yadda saxlayın. Kök altında 3x-i də bir t ilə işarə eləsək. Ondan alınır. T kvadrat üstə gələk t kiçik bərabər 0, t üstə gələk 1 kiçik bərabər 0. Deməli, bu da mənfi 1-dən 0 böləndə də ki, böləndə mənfi 2 götürə bilərik mi? Mənfi götürənməli onsuz. 0-dan böyük qiymətlər götürək. Qoy mənfisini həll edək. Mənfi 2 götürəndə nə olur? Mənfi, müsbət, mənfi, müsbət. Düzdür mü? Müsbət, mənfi, müsbət. Onda bu nə olmalı? Mənfi t daxildir. Mənfi 1, 0. Yəni, mənfi 1 kiçik bərabərdir. T kiçik bərabər 0. Biz də mənfi ilə nə işarə eləmişik t ilə? Mənfi 1 kiçik bərabərdir. Kök altda 3x kiçik bərabərdir 0. Bu mənfi olası deyil onsuz da. Deməli, bizə də x bərabər 0 olanda düz gəlir. O 0'a bərabər olsun. Var mı elə bir şey? 0 bizə də y var ya. 15'e baxaq. 15 belə. B-nin hansı qiymətində? Kök 5-ci dərəcədən B üstü 5. Kiçik bərabərdir kök altında B kvadratı.
bərabərsizliyi doğrudur. Bildiyiniz kimi bundan B-nin özü çıxır, bundan isə modulu çıxır. Bu isə B-nin istənilən qiymətində doğrudur. Hansı halda? Əgər B mənfi olsa, özü modulundan kiçik olacaq. B sıfıra bərabər və sıfırdan fərqli olanda isə modulu B-nin özünə bərabər. Ona görə də B-nin istənilən qiyməti B daxildir, mənfi sonsuzluq, müsbət sonsuzluq. Nə? B variantı. 17-yə baxaq. 17. X üstü 3-1 böyük mənfi 2 bərabərsizliyini həll edin. Siz rasional üslü qüvvətin xassəsini bilməsəniz, bunda çalışıb qalacaqsınız. Deyəcəksiniz ki, çətin. Bilirsiniz, rasional üslü qüvvətin əsası mənfi ola bilməz. Sıfırda o halda ola bilər ki, üstü müsbət olsun. Yəni, sıfır və müsbət olan rasional üslü qüvvət ümumiyyətlə nədir? Rasional üslü qüvvət funksiyası ki, bir funksiya nəzərə tutsa, bu sıfır və müsbət qiymətlər alır. O da həmişə x-in mənfi 2 qiymətin, yəni almadığı üçün böyük olacaq. Bu isə deməli x daxil olur. Nəyə? Sıfır, müsbət, sonsuzluq bərabərdir. Var mı? Y variantı. 19-a baxaq. Görək 19-da nə var? Belədir uşaqlar. Deyir ki, bu da maraqlı bir şeydir. Görün bu nədir? Böyle x var, kök alma 25 çıxar x kvadrat. Kiçikdir 0. Bərabərsizliyini həll edir. Bəlkə bunu kvadrata yüksəldir. Kvadratı bu hansı halda kiçik 0 olur? X-in mənfi qiymətləri olacaq olmalı. Niyə? Çünki birincisi 25 çıxar x kvadratı bu böyük və ya bərabər sıfır olmalı. Bu modul x bölə x da kiçik sıfır olmalı. Bu kiçik sıfır olması üçün modul x mənfi qiymətləri almalı. İndi burada söhbət nədən? X da kiçik sıfır olmalıdır ki, mənfi x çıxsın, mənfi x. X-a burada mənfi 1 eləsin, düzdür? X kiçik 0, bunun da mənası olması üçün 25 böyük bərabərdir 0 deyil. Bərabəri əslində yoxdur, çünki buna 0-a bərabər ola bilməz. Qoy böyük bərabər hələ şey eləyək, ondan sonra izah eləyək. Bu da mənfi 5 ilə 5-i. Böyük bərabər oldu da bu ikisinin arasıdır. Deməli, onda nə olur? Mənfi 5 olması üçün, mənası olması üçün 1 ola bilər. Bir də ki, qoy düşünüm, x kiçik 0 olmalı. Onda nə olur aşağı? Məsələn, buna əvvəl ki, mənfi 5 ilə 5-i almayacaq. Niyə almayacaq? Çünki mənfi 5 ilə 5-i almaq üçün bu 0-a bərabər olmalıdır. Ona görə də bu halda bu bərabər olmadığı üçün əyrimlə fərz edilir. Və bu ikisinin kəsişməsi nə verir? Mənfi 5, 0 arasında verir. Var mı? B variantı. Keçirik 21-ə. 21 daha getməzsən keçsin. 21 belə. Deyir ki, mənfi 3 və 0 ədədlərdən hansı x üstə gələ 3 və kök altında x çıxaq 1 böyük bərabər 0 bərabərsin həll ediyor. Şimdi yerinə yazmaq lazım. Hansı? Mənfi 3 yazında bu mənfi elədir müsbət. Bu olmalı. Kökün altı mənfi olur. 0 da olmaz. Kökün altı yenə mənfi olur. 3'ü yoxdur. 3 olanda da bu müsbət, heç nə bizə də 3. Var mı? A variant. Keçirik 23'ə sağ. 23'də belə. Bu da maraqlı sual oxşuyur. 23. Kök 3-cü dərəcədən 2. Kiçikdir. Kök 6-cı dərəcədən A. Kiçikdir. Kök altında 3. Olarsa A hansı intervala daxildir? 6-cı dərəcədən qüvvət yüksəldəklər. Kök 3-cü dərəcədən 2-nin üstü 6. Kiçikdir. Kök 6-cı dərəcədən A-nın üstü
6. O da kiçikdir, kök altında 3'ün üstü 6. Burada 6 ilə 3 gedir 4, kiçikdir A, o da kiçikdir 27 mi eləyir? 27. Var mı 4, 27? D var. 25'e baxaq. 25 belə. Deyir ki, x kvadrat çıxar x çıxar 6 böyük bərabər 0, x kvadrat çıxar 5x kiçikdir 0. Bərabərlər sisteminin tam həllərinin cəmini tapaq. Tapaq da, bunun kökü 2 və mənfi 3'dür. Qollar yuxarı, mənfi 3, 2, böyük bərabər, ha? 3 mənfi 2, hə? 3 mənfi, yox, mənfi 2, mənfi 2, 3. Bununki da 0 ilə 5'dir. Deməli, 0, 5 kiçik oldu, o da bu ikisinin arasıdır. Deməli, onda nə olur? Birincisi mənfi sonsuzluq, mənfi 2, birləşmə 3 müsbət sonsuzluq. İkincisi də 0, 5. Kəsişdirək də mənfi 2, sonra 0, sonra 3 alır, 5 alır. Deməli, mənfi sonsuzluq, mənfi 2, birləşmə 3 müsbət sonsuzluqdur. O birisi də 0, 5'dir. 0, 5, 3'ü alır, 5'i almır. Nəyini tapın deyirdik? 3 də gələk 4'dəki 7 eləmə. B var ya. 25'dən sonra gəlir 27. %27'de görək nə deyir? Hə, maraqlı sual gələn, aldatı sual oxşuyur. X çıxar 5, kök altında x kvadratdır. Üstə gələk x çıxar 6, böyük bərabər 0 bərabərsini həll edir. Mənası olması üçün x kvadrat, üstə gələk x çıxar 6, böyük və ya bərabər 0. X çıxar 5-dəki böyük bərabər 0. Bu sistemi həll eləmək. Mənfi 3'ün 2'dir birincinin kökü, mənfi 3, 2, böyük bərabər buradır. Bu isə x böyük bərabər 5. Birinci eləyir mənfi sonsuzluq, mənfi 3 alır, 2 müsbət sonsuzluq. Düzmə eləmişəm, birdən köylərə fikir vermərəm. Bu da ki 5 müsbət sonsuzluq. İndi kəsişmələrinə baxaq. Deməli, mənfi 3, sonra 2, sonra 5, mənfi sonsuzluq, mənfi 3, o birisi də 2 müsbət sonsuzluq, bu da 5 müsbət. 5 müsbət sonsuzluqdur. D var ya. 29'a baxaq. 29'da nə var? 29 da belə. Deməli, 6 çıxar x kvadratı, kök altında x üstə gələr 3, kiçik bərabər 0 bərabərsini həll edir. Sadəcə biraz diqqətli olmaq lazım. 6 çıxar x kvadratı, kiçik və ya bərabər 0, kökün 6 x üstə gələr 3 isə böyük 0 olmalı, bərabər ola bilmir. Deməli, onda bu nə olur? Bu olur. Qollar aşağıya doğru, mənfi kökdə 6. Müsbət kökdə 6 ikisini də alır. Burada da x böyükdür, mənfi 3'dür. Düzdürmü? Onda kiçik və ya bərabər olduğu bunlardır. Mənfi sonsuzluq, mənfi kökdə 6, birləşmə kökdə 6, müsbət sonsuzluq. Bu da ki, mənfi 3, müsbət sonsuzluq. İndi düzülüşə fikir verir. Bax, bu içi boş mənfi 3'dür. Bu içi dolu mənfi kök altında 6'dır. Bu da içi dolu kök altında 6. Bu mənfi sonsuzluq, mənfi kök altında 6, kökdə 6 müsbət sonsuzluq. Bu isə mənfi 3 müsbət sonsuzluqdur. Deməli, ondan nə olur? Mənfi 3, mənfi kökdə 6'dan alır. Birləşmə kökdə 6 müsbət sonsuzluq. B variantı. 30 da daxil olmaqla inşallah cüt sayda olanları evdə yazarsınız.